Hamınızı salamlayıram. Bu günləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Maariflən Dəstək Al və İnteqrasiya Ol layihəsi çərçivəsində çox maraqlı bir mövzunu müzakirə edəcəyik. Bu bizim gündəlik həyatımızdadır. Biz bəzən onları necə idarə etməyi bilmirik. Gülər xanım bu günləri sizə emosiyalarımızı tanıyaq. Bax, mən də istəyirəm çox bilim ki, emosiyalarımızı nə qədər tanıyırıq, necə idarə edirik, hansılarda reaksiya veririk. Məsələn, kim hansı emosiyalarını tanıyır? Düşüncə, qəzəb, kəsəb. Hansını? Aha, bəli, qəzəb. Çox İndi doğru. Gülər xanım başlayacaq. Aha. Və davam edəcək. Bu bizim bu mövzuda ikinci seminarımızdır və aktiv olun, emosiyalarınızı görün, tanıyırsınız, tanımırsınız, necə idarə edirsiniz. Bəzən lazımsız yerdə gülürük, lazımsız yerdə ağlayırıq və yaxud niyə ağlayırıq bilmirik. Bu nədən gəlir, nəyə görə biz özümüzü tanımırıq və emosiyaları tanımaq həm də özümüzü tanımaq deməkdir. Bugün çox maraqlı olacaq, biraz da şən olacaq. Biraz da oyun xarakterli olacaq və gəlin Gülər xanımı dinləyək. Çox qaşqabaqlı olmayın və hərdən birdən gülümsün. Buyurun Gülər xanım. Uşaqlar, hər birinizi salamlayıram. Buradakı xanımları da salamlayıram. Bugünkü mövzumuz emosiyalarımızı tanıyaq. Gəlin baxaq, hansı emosiyalar var. Gəlin, hər kəs öz adını desin və bir emosiyasını səsləndirsin. Buyur. Otura bilərsən mikrofonu. Mənim adım Zəhradır, 12 yaşım var, sevinç. Sevinç. Aha, buyur. Mənim adım Ayandır, 16 yaşım var, kədər. Mənim adım Məleykədir, 16 yaşım var, qəzəb. Buyur. Mənim adım Zəhradır, 12 yaşım var, sevinç. Mənim adım Liliyadır, 16 yaşım var, qəzəb. Mənim adım Dənizdir, 14 yaşım var, kədər. Mənim adım Aksanadır, 12 yaşım var, sakit. Mənim adım Gülbənizdir, 12 yaşım var, qorxu. Mənim adım Fatimədir, 15 yaşım var, qarışıq. Mənim adım Dənizdir, 13 yaşım var, sevinç. Mənim adım Aysudur, 15 yaşım var, həyəcan. Yaxşı uşaqlar. Emosiyaların yaxşısı, pisi yoxdur. Bu emosiyalar hamısı bizim hiss etdiklərimizdir. Biz gündəlik həyatımızda müxtəlif dəqiqələrdə hansısa bir emosiyaları yaşayırıq. İndi gəlin, mən bura kartlar qoymuşam. Gəlin bu kartlardan bir-bir çəkək, baxaq görək burada hansı emosiyalar var. Buyur, zəhmət olmasa kartın birini çək. Və o emosiyanı gəl burada göstər, zəhmət olmasa. Uşaqlar tapsınlar. Üzgün. Aha. Kədərli. Aha. Buyur. Kədərli. Aha. Yaxşı. Fatimə, indi sən zəhmət olmasa Aysu, zəhmət olmasa gəl Aysu, sən indi mənə denən. Sən kədərli olanda necə özünü hiss edirsən? Necə olursan? Ağlayıram. Aha. Özümə qapanıram. Özünə qapanırsan. Tək qalmaq istəyirəm. Aha. Son dəfə sən nə üçün kədərli idin? Yadına sala bilərsən? Səni nə kədərləndirdi? Bura gələndən kədərlənməmisən. Çox gözəl. Aha, buyur, sən buradan bir kart çıxar, zəhmət olmasa. Gəl burada göstər. Qorxu. Aha, deməli, bu da bizdə qorxudur. Yaxşı. Nədən qorxursan və niyə qorxursan? Qorxun ən çox qorxuların nədir? Gəlin baxaq görək. Ən çox Nəyisə itirmək. Aha, nəyisə itirmək qorxusu. Sonra Məndə ancaqdır, amma qorxular çoxdur. qorxuların çoxdur deyəndə hansı qorxuların genə var? Uşaqlar, burada biz mövzumuz hisslərimizi tanımaqdır. Ona görə gəlin baxaq görək. Başqa nədir səndə qorxu? Məndə qorxu bir də itirməkdir. Bir də itirmək qorxusu var. Son zamanlar belə bir qorxu ilə üzləşmisən?
Aha, sadəcə bu səndə belə bir qorxudur. Aha, buyur. Tak. Sonra kim? Buyur, zəhmət olmasa. Gəl, göstər. Uşaqlar, ola bilsin kartlar təkrarlansın və onu deyə bilərsiniz. Buyur. Aha. Aha, nə gözəl, nə gözəl. Biz yəqin hamımız sevinməyi sevirik. Düzdür uşaqlar? Amma yenə də o bir düşüncələrdir. Səni ən çox sevindirən bir hadisəni deyin. Ondan birini deyin. Ən çox səni sevindirən, yadında qalan hansı hadisədir? Pembiş kukla verilmişler, sevdiğim kukla. Aha, sən o kuklanın xəyalını qururdun ki, o kukla səndə olsun. Hə? Aha, onda yaxşı. Sevincin necə oldu? O sevinci necə başa düşdün ki, sən sevindin? Onu necə göstərə bilərsən? Emosiyalarla, hisslərinlə necə göstərə bilərsən? Neynədin? Bax, onu həmin o sevindiyin anı necə oldun? Böyle sade bir şey de hediye ederim. Aha. Ama benim için değerli bir şey değil. Onu şey deyirəm. Onu çox yaxşı saxlayıram. Dedim, sadəcə kukladır amma yerimin üstündə sərgə yeri qoyuram. Aha. Sonra çox xoşuma gəlir. Aha. Sonra elə vaxt olur ki, onu qucaqlayıb yatıram. Onu qucaqlayıb yatırsan. Aha, lap yaxşı, çox gözəl. Təşəkkür edirəm. Sonra kim? Dəniz. Buyur. Uşaqlar, biraz aktiv olaq. Sizi də çağıracağam. Öyle bunu gösterdi. Abi size şey diyeceğim. Aha, buyur. Güven. Bəli, güvən, etibar, dostluq. Aha, sən nə deyə bilərsən bu haqqda? Yaxşı dost səncə necə olmalıdır? Həmişə yanında olmaq, güvənmək, sevgi verməmək, həmişə də pis vaxtında yanında olmaq. Aha, varmı sən elə dostların? Bəli, var. Lap yaxşı. Təşəkkür edirəm. Kim istəyir? Yaxşı, kim gələr? Fatimə gəlirsən? Kim? Gəl qızım. Gəl. Buyur, gəl kartı götür oradan. Sağ solda işte. Aha. Necə onu ifadə edə bilərsən? Güvən. Dostluq. Dostluq, aferin, dostluq. Yaxşı, sən dostluğu necə başa düşürsən? Yaxşı dost necə olmalıdır? Dostun var? Hə? Necədir o dostun? Dostum yaxşıdır. Mən yaxşı davranır. Aha. Həmişə oynayır. Nə gözəl. Sonra paylaşırsınız nəyinisə? Oyuncaqlarınızı, qələminizi paylaşırsınız? Dəftərlərimizi paylaşırıq, qələmimizi paylaşırıq. Aha, nə gözəl. Lap yaxşı. Təşəkkür edirəm. Buyur. Düz tapdılar. Yaxşı, sən qorxu deyəndə nə başa düşürsən? Nə deməkdir qorxu? Nədən qorxursan? Gəl belə deyim. Qorxuların nələrdir? Yoxundur. Yaxşı, qoy biraz mən sənə bir ipucu verim. Tutaq ki, uşaqlarda ən çox hansı qorxu olur? Qaranlıq qorxusu olur. Aha. Qorxusu. Aha, bax, yavaş-yavaş qorxuları üzə çıxır. Deməli, tək qalmaq qorxusu, qaranlıq qorxusu, yüksəklik qorxun var? Yoxdur. Yoxdur? Aha. Otaqda tək qalmaq uşaqlar dedi. Yaxşı, sənin ən böyük qorxun hansı idi? Qaranlıq yoxsa tək qalmaq qorxusu? Qaranlıqla tək qalmaq qorxum deyil. Qorxun deyil, yaxşı. Sənin ümumiyyətlə onda qorxun yoxdur? Yoxdur, aferin. Buyur, gəl. Gələcəkdə nə gözləyirsən? Sən dəyiş kartı. Coşuruyorum. Aha, göstər. Aha, çox diqqətli baxın, çox maraqlıdır. Sevinç. 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 Rəqs.
Bəli. Deyir ki, orada gələcəkdə nə gözləyirsən? Bəli, Üzgün. Stres. aha, kədər. Yaxşı. Son dəfə nə üçün kədərlənmisən? Olub son dəfə hansı bir kədərin? Yadına sal. Uşaqlar, burada hər kəs öz hissləri haqqında danışır. Yəni burada bizim hisslərimiz, yenə də deyirəm, sevinç hissi də, qorxu hissi də, kədər hissi də, bunlar hamısı bizim hisslərimizdir. Bunların yaxşısı, pisi yoxdur. Buyur. Yadına sala bilmirsən? Son zaman səni nə kədərləndi? Ən sevdiyim dostumu itirmək. Ən sevdiyi dostunu itirmək. Niyə onu itirdin? O çıxdı, getdi, ayrıldınız? Hı? Aha, deməli, Hüseyn ən sevdiyi dostunu itirdi, dostu çıxdı. Yaxşı, burada başqa bir uşaqlar da var, onlarla da dost. Amma bəziləri də yaxın, amma ən yaxın dostu çıxıb getdiyi üçün Hüseyn kədərləndi. Yaxşı, sonra gəlirsən, gəlsən. Buyur. Baxaq görərdim nə çıxıb, buyur. Nədir bu belə? Göstər üz ifadəndən. Aha, demə də, bəs sən də uşaqlara yaxşı. Adını yavaşcana dedi, mən eşitdim, yəqin eşitmədiniz. Necə onu göstərə bilərsən üz ifadəndə? Əsəb. Qəzəb. Aha, qəzəb, bəli, qəzəb. Aha. Yaxşı, son dəfə səni nə əsəbləşdirmişdi? Biz əsəbləşəndə nə edirik? Qəzəblənirik də, düzdür uşaqlar? Aha, son dəfə səni nə əsəbləşdirmişdi? Yadına sala bilərsən? Yaxşı, xatırlamır. Buyur, gəlsən. Düşüncəli. Hələ fikirli. Hələ fikirləşir ki, onu necə üzündə göstərsin, necə sizə başa salsın. Sevinç. Aha, sevinç. Lap yaxşı. İndi sən mənə denə görüm, səni ən çox sevindirən bir hadisəni deyə bilərsən. Ən çox səni nə sevindirmişdi? Nə vaxt olubsa fərqi yoxdur. Sadəcə yadında deyil. Bax bu bir gün, 2 gün bundan öncə ən çox nəyəsə sevinmisən? Məktəbdə də ola bilər, sığınacağımızda da. Aha, yadına düşdü məktəbdə. Nə idi səni ən çox sevindirən? 5 almaq. 5 almağa. Gəlin əl çalaq. Vay, aferin, aferin. Tak, sonra gəlin qızlar aktiv olun, uşaqlar. Burada kim qaldı? Gəl qızım. Buyur qızım. Buradan bir dənəsini götürürsən və onu göstərirsən. Düşüncəli. Aha, düşüncə. Yaxşı. İndi bu düşüncə haqqında nə deyə bilərsən? Məsəl üçün, özün haqqında bir müsbət bir şey denən, fikir denən. Nə deyə bilərsən? Özün haqqında bir müsbət fikir denən. Mən özüm haqqında deyirəm, sakitəm. Sən özün haqqında nə deyə bilərsən? Hər şeyə sevinə bilərəm. Aha, sevincliyəm. Aha, sonra Çox sevincliyəm, sakitəm, səbirliyəm. səbirli, sakit, sevincli. Ay, sağ ol. Təşəkkür edirəm. Başqa bir şey də demək istəyirsən? Buyur. Aksana, buyur. Gəl. Görək Aksana nə göstərəcək bizə? Buyur. O fərqi yoxdur. Kartlar hamısı təkrarlanır. Göstər görək.
Yox, görək onu necə göstərə bilər? Biz burada nəyi öyrənirik? Emosiyalarımızı, hisslərimizi, onları biz bədənimizdə necə onları keçirdirik? Buyur. Aha. Baxın, Aksana qəzəblənəndə belə neynir uşaqlar? Gülür. Aha. Yaxşı, son dəfə səni nə əsəbləşdirmişdi? Nəyə əsəbləşdin? Hə? Yadında deyil. Aha, nə gözəl. Yaxşı, təşəkkür edirəm. Qızlardan kim gəl? Gəl qızım sən də. Gəl. Sonra sən Mələkə gələrsən. Yaxşı? Görək səndə nə çıxdı. Sizdən dəyiş başqasını. Bunlar seçin. Fərq yoxdur uşaqlar. Onun kartlarımız təkrarlanır. Aha. Hə, deməli, göstər görək onu necədir? O emosiyanı necə göstərəcəksən o hisslərini? Buyur, dinləyirəm səni. Düşüncəli. Artıq əlini belə eləməklə, bəli, aha, stressini göstərdi. Yaxşı, səni stressə salan nədir? Aha. Nə deməkdir stressi? Necə başa düşürsən? Stresi, qorxmaq. Aha, qorxmaq, bəli, həyəcanlanmaq. Səni qorxudan, həyəcanlandıran nədir? Dərs danışanda lövhəni qabağa. Aha, dərs danışanda, lövhənin qarşısına çıxanda neyinir? Həyəcanlanır. Bu yəqin ki, bir çox uşaqlarda var. Bəli, bir çox uşaqlarda var. Lövhənin qarşısına çıxanda həyəcanlanırlar. Sizcə bu nədən əmələ gəlir uşaqlar? Qorxdum. Utancaq deyə. Yox, bax səndə o nədən olur? Lövhənin qarşısına çıxanda. Qoy görək. Bax, sən bu hissləri yaşayırsan. Mən bilmək istəyirəm, bu səndə nədən əmələ gəlir? Nədən sonra səndə baş verib? Hə? Səndə nədən baş verib? Məndə baş vermir. Kim dedi ki, lövhə qarşısına çıxanda? Qızım, səndən nədən sonra baş verdi? Nə oldu ki, səndə o lövhənin qarşısında dərsi danışmaqdan? Aha. Ya da məndə məsələn ən çox sevdiyim şeyləri falan danışanda yadımdan çıxanda bir də çıxmaq istəmədim. Aha, yadından çıxanda. Yaxşı, bəs sinifdə oturan uşaqların baxışları, bəli, ən çox yəqin odur. Uşaqların baxışları sizdə hansısa bir səhvi tapır. Buyur Lili. Mən də lövhəyə çıxanda həyəcanlanıram. Aha. Ya həm özümə güvənmirəm ki, birdən nəyisə səhv deyərəm, ya nəyisə unudaram. Gülərlər sənə, lağa qoyarlar. Düşüncələri nəticə o mənə stressə salır da ki, nə düşüncələrə görə mən haqda. Aha, deməli burada bizim düşüncələrimiz də bəzən bizi bu vəziyyətə salır. Bəli, bizi narahat eləyir, bizi qorxudur. Aha, çox sağ ol, təşəkkür eləyirəm. Qızlar, siz kim qaldı yenə? Kim istəyir çıxsın? Aha. Yaxşı uşaqlar. Deməli, bu gün biz emosiyalarımızı, hisslərimizi tanımaq haqqında mövzumuz oldu. İndi gəlin baxaq görək biz bu hisslərdən necə özümüzü qoruyuruq? Məsəl üçün ən çox hansı hisslərimiz var bizim? Bizi narahat eləyən, yox, biz sevincdən özü. Hansı ən çox hisslərimiz var? Həyəcanımız, sonra qorxu, bəli. Biz buyur Hüseyn. Sevincli, qəzəbli. Bəli. Aha, sən hisslərimizi deyirsən. Yaxşı, gəl burada hisslərimizdən hansı hisslər var? Hansı hisslər var? Yox, sən burada danış. Deməli, hansı hisslərimiz var? Gəlin deyək, sevinç hissi, qorxu, qəzəb, baxın. Bəli, ümid. Gəlin ümidə baxaq. Bizim ümidimiz deyəndə nə başa düşürsünüz? Buyur. Yəni bir dostumuza Gələcəyimizin. Aha, gələcəkdə nə olacaqsan?
Yaxşı, sənin nədir gələcəkdə arzun? Nə olmaq istəyirsən? Kim olmaq istəyirsən? Yapboz sözləşdirmir. Aha.